Dekabrın 18'inde Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, temperatur gecə 3-6, gündüz 7-11 dərəcə isti, atmosfer təzyiqi 774 mm civə sütun olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, temperatur 4-7 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında sabah yağıntı gözlənilmir, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.